Salam da səhər vaxtımız xeyir. Demək, Vüqar qardaşımız yazıb ki, orada alçıpan vurmaq olar. Özü də maşallah alçıpan ustasıdır, gözəl sənətkarı, tanınmışlardan biridir. Səsi də hər zaman trendlər gözlər. Olar, niyə olmur? Vüqar usta bax, fikir ver, bura həyət evidir. Həyət evidir, fikir ver. Millərin arasına alçıpanı vurmuşam, qəşək. Bunun da üstündən qəşək bu laminatı döşəyəcəm, olacaq çiçək kimi. Gedib 35 manata dikə pul verincə ən salamatı alçıpan alırsan, milin üstündən vurub, üstündən də laminatı döşürsən, qutardı getdi. Xahiş edirəm buradan da ustalara ki, evlərin çox rasxoda salmayın. Biri var 35 manat verib dikə alırlar, yazırlar. Biri var 7 manata alçıpan alırlar. Ucuz və keyfiyyətdir. Çoxları baxıram TikTok'da qarşıma çıxır, ev yerlərinə nələr qaldırmırlar. Hava yerdən də hamısı, boş şeylərdir. Siz də ev yerlərini başa düşün ki, ev yerləri çox rasxod eləyəndə sizin də pulunuzu verə bilmir. Sonra da aramızda problem olur. Xahiş edirəm, bilmədiyiniz işə də girməyin heç vaxt. Yalandan ki, adamın cəmaatı rasxoda salmayın. Bunun üstündən geçək, araları, setkalarını işləyirsən, şpapolka seç, bir dənə nədir, lazım olsa, laminatə gücünü satmırsa, kraskalı vursan, çıxır gelir. Əgər bununla başa laminatı al vur, seçim olacaq, yəni super bir şey olacaq. Bu qədər, Allah gün ustaların işləvan eləsin. Amin inşallah.